Bugün pambıq kimi yumşaq, ağızda əriyən, zəngin kollagen mənbəyi, immunitet gücləndirici, təbii enerji deposu və həzm sistemini qoruyan dana quyruğu bişiririk. İlk öncə dana quyruğunu doğrayıb yaxşıca yuyuruq. Qazanın dibinə bolca soğan, üzərinə isə ətləri düzüb aralarına sarımsaq yerləşdiririk. Ədviyyatlardan duz, istiot, qırmızı toz bibər və sarı kök əlavə edirik. Yenidən soğan və dəfnə yarpağı, daha sonra kartof, pomidor və rəngli bibərləri addım-addım düzürük. Ən üstdən isə 2 ədəd dəfnə yarpağı, 1 dəstə cəfəri və acı bibər qoyuruq. Həmçinin bir kənarda yoğurduğumuz xəmir kündəsini qazanın qapağına uyğun yayırıq. Qazana biraz da su əlavə edib qapağını bağlayırıq və yaydığımız xəmiri qapağın üzərindən keçiririk ki, buğ tamamilə içəridə qalsın. Yeməyi vamodda 4 saat bişməyə qoyuruq. Və budur. Min dərdin dərmanı, tel-tel ayrılan, pambıq kimi yumşaq dana quyruğumuz hazırdır. Həm tamı, həm də faydası möhtəşəmdir. Mütləq sınayın, hər birinizə nuş olsun.